Deməli, ekranda gördüyünüz bu çalışmanın izahını verirəm. Burada ilk növbədə diametri 18-37 və 48-86 olan çevrələri çəkdim və bundan sonra line alətini seçirəm. Uzunluğu 110-95 olan xətti çəkirəm və daha sonra bu xəttin içini silirəm. Bunun içi mənə lazım deyil və həmin bu xətti seçib offset edəcəm və fikir verirsiniz, 27-92 məsafə var, demək ki 2-yə böləndə eləyəcək. 13.96 offset alətini seçdim, yazıram 13.96 enter düyməsini vururam və xəttin üstünə vururam və bu şəkildə artırıram və daha sonra bu xəttin bu hissəsində radiusu 9-18 və eyni zamanda bu da 24-62 olan radiuslu çevrələri çəkirəm. Deməli, radius 9.18 və eyni zamanda 24.62. Çünki bunun da mərkəzi buradır. Yəni buradırsa demək ki buraya da aiddir. Və bundan sonra eyni zamanda radiusu 38-58 olan çevrənin də bu xəttə baxın. Biraz bu xətt, yəni bu xəttlə eyni görsəndiyi üçün, yəni bunda buradırsa bunun da mərkəzi buradır. Yəni bir göstərilib. Hansı ki bu çalışmanın əsas çaşdırıcı hissəsi də məhz buradır. Deməli, radiusu 38.58 olan çevrə çəkirik. Hələlik bu çevrəni seçib gizlədək, bizi çaşdırmasın. Üzərində manual düyməsini vururam. Burada isolate əmri var. Hide object əmrini basıb bunu gizlədirəm və tantan radiusları burada həyata keçirəm. 36-74, burada da 36-74, yəni həm bu hissədən, həm bu hissədən 36-74 olacaq, yuxarıda da, aşağıda da. Deməli, tantan radiusa girirəm. 36.74. Eyni zamanda buradan da yəni 36.74 çəkirəm və trim aləti ilə bunları neyinirəm, silirəm və eyni zamanda bu hissəni silirəm, buranı və bu hissəni də silirəm. Eyni zamanda içəridə də silirəm bu formada və daha sonra gizlənmiş obyekti açıram, manual düyməsini vururam, isolate'ə girirəm, end object isolation'ı basıram və bundan sonra baxın, biz nəyi seçirik? Baxın, deməli bu bizə lazım olmayacaq. Deməli, bu çevrələri seçirəm və bunu və bunu və mirror eləyirəm. Mirror sola doğru ya da sağa doğru onu basıram. Bu formada və qarışıq bir forma alınır və burada trim əməliyyatları həyata keçiriləcək. Bundan sonra deməli bu hissədə bir dənə çevrə çəkək, 3.67 yəni şəkildə verilib. Həmçinin burada çıxıntılar var, bu çıxıntıları da çəkmək lazımdır. Line yazıb buradan xəttləri çəkirəm. Buradan buraya həmçinin buradan da buraya və bundan sonra silmə əməliyyatlarını düzgün aparmaq lazımdır. Trim alətini seçirəm, yuxarı getdi, burada da aşağı getdi. Yox, bunu bu formada eləyə bilmərik. Əvvəla deməli
Bu hissəni götürdük. Ehtiyatla silmə əməliyyatları həyata keçirmək lazımdır. Bu hissə getməlidir. Bu hissə gedirsə, burada da getməlidir. Onda bu xətt düzgün yerdən çəkilməyib. Bu hissədən çəkilməli idi. Bunları silək, bunu da silək. Yenə line alətini götürək. Line alətini götürüb bu hissədən bu hissəyə kimi çəkmək lazımdır. Yenə trim yazıram. Burada indi başlayıram burada ehtiyatla fikirləşərək. Sonra bu hissəni də silirəm, bu hissəni də. Daha sonra bunu silirik, bunu da silirik, bunu da silirik, bunu da. Sonra da içəri də lazım deyil bizə. Bu formada istədiyimiz bu formanı nəhayət ala bildik və ən sonda da Jon yazıb birləşdiririk bu formada.